Hər birinizə salam dostlar. Bu gün sizlərlə yeni bir sualın həllinə baxacağıq. Deməli, sualımız belədir. Elə bir n ədədi daxil edirik və birdən n ədədinə qədər olan sadə ədədləri ekrana verəcəkdir. Məsələn, mən 1-dən 10-a qədər 10 seçdim, tutaq ki, 1-dən 10-a qədər olan sadə ədədləri 2, məsələn 2-ni, 3-ü, 5-i, 7-ni ekrana verəcəkdir məsəl üçün. Elə bir proqram yazırıq. Birinci nətər edirik? Birinci kənarda bir sadə ədədin sadə olub olmadığını yoxlayan bir metod yazmalıyıq. Onun belə adını public static void prime yazırıq. İçinədəki int tipindən bir dəyər göndəririk. Və bu elə bil ki void yox, boolean ekrana verəcək. True ya da false. True olarsa deməli ədəd sadədir. False olarsa deməli ədəd sadə deyil. Adını is prime qoyaq. Deməli, nə edirik? Öyləcə for döngüsü yaradırıq. For döngüsünün içine yazırıq. For döngüsü yaradıb. Elə bil ki, i bərabərdir 0, i bərabərdir 2-dən başlayır. Kiçikdir n-ə qədər. İndi deyəcəm nəyə görə. Yazırıq if n faiz i bərabərdir 0 olarsa return false. For'dan sonra return true. Deməli, burada nə edir? Birinci biz bilirik ki, sadə ədədlər o ədədlərdir ki, özündən və birdən başqa hər hansı bir ədədə bölünən ədədlər. Məsələn, 5 ədədi həm 1-ə bölünür, həm də ki 5-ə bölünür. Ayrı heç bir rəqəmə bölünmür. Ona görə sadə ədəddir. Amma 10 ədədi, 10 rəqəmi elə bil ki, həm 1-ə bölünür, həm 2-yə bölünür, həm 5-ə, həm də özünə bölünür. Yəni, birdən və özündən başqa hər hansı bir ədədə bölünür. Sadə ədədlər bir özünə, bir də 1-ə bölünür. Amma əgər 2 və 2-dən artıq bir böləni olarsa, yəni özündən və 1-dən başqa hər hansı ən azından bir dənə böləni varsa, deməli bu sadə ədəd deyil. Burada da onun kimi. i bərabərdir 2, yəni 1-i onsuz da saymırıq. 1-ə onsuz da bütün ədədlər bölünür. Özünü də saymırıq. Ona görə i kiçik n yazdım. Yəni özünü yoxlamasın da. Elə bil ki. Məsələn, mən bura tutaq ki deyirəm 5 daxil eləsəm, gələcək 1-ə onsuz da bölünəcək, onu yoxlamağa ehtiyac yoxdur. 2-ni yoxlayacaq, 3-ü yoxlayacaq, 4-ü yoxlayacaq, sonra 5-i onsuz da, yəni bir də özünü yoxlayacaq, özünü yoxlamağa da ehtiyac yoxdur. Onsuz da bilirik ki 5-ə bölünür. Ona görə biz burada i bərabərdir 2, i kiçikdir n yazırıq ki, əgər hər hansı liboy birinə bölünərsə, deməli false return eləsin. Yəni bu mürəkkəb ədəddir, sadə ədəddir. İstəyirsiniz yoxlayaq, məsələn sistematın içinə yazırıq. Məsələn is prime funksiyasını çağırırıq və içinə 5 yazırıq. Və bunu run eləsək, gördüyünüz kimi true verdi. Çünki 5 sadə ədəddir. Mən 10 yazsam bura, üzr istəyirəm. Mən bura 10 yazsam, bu ekrana false verəcəkdir. Gördüyünüz kimi false verdi. İndi bizə lazım olan odur ki, biz bir n ədəd daxil edək və birdən n-ə qədər olan bütün sadə ədədləri ekrana verilsin. Onun üçün biz belə edirik. Scanner obyektini yaradırıq. Və biz indi burada n ədədini daxil int n bərabərdir scanner.next int. Bizə for yazırıq, for döngüsünü yaradırıq. Forun içinə n yazırıq, yəni n-ə qədər lap n də daxil olmaqla olsun. N də daxil olmaqla 1 onsuz da 0 onsuz da sadədir. 1 də nə sadədindən mürəkkəb, ona görə 2-dən başlayırıq. Deməli, belə 2-dən başlayırıq və bir-bir yoxlayırıq. Elə bil ki, if yazırıq, is prime metodunu çağırırıq və içinə həmin o i ədədini daxil edirik. Əgər true göndərərsə, system out i. Və salam. Bununla da, daha doğrusu istəyirsiniz bunu belə eləyim. Arada boşluqla çıxarsın. İndi gəlin istəyirsiniz yoxlayaq. Mən yoxlayanda, cavab düz verəndə indi izah edəcəm sizə. Məsələn, 20-yə qədər olan bütün sadə ədədlər 2, 3, 5, 7, 11, 19, 17, 13, 17, 19. Bəli. Baxın, 2-dən başlayır. Yəni 1 onsuz da nə sadədir, nə mürəkkəb, ona görə 2-dən başlayır. 2-dən başlayır, n ədədinə qədər yoxlayır bu for döngüsündə. If is prime, bilir ki, bu is prime özü boolean return edir. Əgər bayaq izah elədiyim kimi göndərdiyimiz rəqəm sadədirsə, deməli true return edir. Sadə deyilsə false return edir. Burada əgər true return eləsə, gələcək if blokunun içinə və bu həmin ədədi ekrana verəcəkdir. Məsələn, 2 idi, 2 true idi, 2 girdi, elə bir göndərdi bu metoda. Baxdı, gördü ki,
heç bir böləni yoxdur. Yəni for döngüsünün içində özündən və birdən başqa heç bir böləni yoxdur. Deməli bu sadədir. Ona görə true return elədi və bunun içinə göndərdi. 3-ü də 10 kimi, 5 10 kimi. Məsələn 4-ə gəldi, gördü ki 4 2-yə bölünür. Məsələn bax 1-ə bölünürdü, o heç özünə də bölünürdü, onları yoxlamır. Baxır ki 2-yə bölünürmü? Vəssalam, bir dənə böləni var. Ona görə false return elədi və bu döngünün içinə girmədi. Hansılar ki bu döngünün içinə girir, onu elə bil ki ekrana verir. Yəni bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və videomu bəyənməyi unutmayın.